Azərbaycan Kubokunun finalında qızıl dublu hədəfləyən Sabah bu kuboku 3-cü cəhddən qazanmağa cəhd edən Zirəyə qarşı. Siz kanalımıza abunə olun, biz isə bu fantastik qarşılaşmanın taktik analizinə keçək. Dostlar, ilk öncə onu qeyd edək ki, bizim işgüzar səfərimiz olduğuna görə biz bu analizi aprel notusu çəkirik və aprel notusundan artıq komandaların hansı fiziki formada olacağını deyə bilərik. Belə ki, bugün Neftçi Qarabağı məğlub etdi. Bununla Sabahın çempionluğu rəsmiləşdi. Digər tərəfdən Neftçi bu qələbəni qazanmaqla Avropa uğrunda sonuncu yer olan 4-cü yeri Zirədən bir turluq da olsa aldı və bugünlə mayın 13-ü, yəni Kubokun finalı arasında hər iki komandanın 2 oyunu var, amma rahat şəkildə demək olar ki, PSG və ya Bavariya kimi Sabah da qarşıdakı Şamaxı və Kəpəz oyunlarında heyətində rahat şəkildə rotasiya edə biləcək. Digər tərəfdən isə bunun əksi Zirə üçün olacaq. Zirəyə həm Qəbələ, həm də ki İmişliyə qarşı, iki tam fərqli futbol klubuna qarşı maksimal xallar lazımdır ki, ölkə çempionatındakı 4-cü yer uğrundakı mübarizəni Neftçiyə verməsin. Odur ki, bu qarşılaşma artıq bu aspektdən də maraqlıdır. Gəlin indi oyunu analiz etməyə və oyunu başa düşməyə çalışaq. Aydındır ki, Sabah öz build-up'ını 3-2-5 və bəzən də 2-3-5 taktikası ilə edir. Biz nəyə görə 2-3-5-i deyirik? Biz gözləyirik ki, Sabahın klassik 4-3-3-ü Zirənin 5-4-1-i və ya 5-3-2-sinə qarşı olacaq. Biz əminliklə deyə bilərik ki, Zirə bu maçda da müdafiəsini çox arxayın etməyə çalışacaq. Çünki komanda açıq oynadıqda işlər yaxşı getmir və həddindən artıq asan qollar buraxır. Hardasa bu maç bu mövsümdə bu komandalar arasında yenicə baş tutmuş o 2-2'lik oyuna bənzəyir. Həmin maçda olduğu kimi finalda da Sabah bir qədər səbirli build-up'la Zirənin müdafiə xəttini keçməyə çalışacaq. Zirə çox kifayət qədər keyfiyyətli və effektiv müdafiə blokunda oturaraq Sabahın məkan istəyini sıfırlamağa çalışacaq və eyni zamanda həddindən artıq çox effektiv əks hücumlarla Sabahı cəzalandırmağa çalışacaq. Çünki həm Rəşad Sadıqova, həm də ki Zirəyə hörmətsizlik olardı. Desək ki, komanda ancaq avtobus parkovka edir. Xeyr, komanda həm müdafiədə kifayət qədər effektiv şəkildə oturur, eyni zamanda da kifayət qədər aqressiv cinah hücumları ilə rəqibini cəzalandırmağa çalışır və bunu 2-2'lik maçda Sabaha qarşı dəfələrlə çox effektiv şəkildə etdi. Amma onu başa düşməmişdən öncə gəlin Sabahı anlamağa çalışaq. Belə ki, Sabah build-up fazasında sol cinah müdafiəçisi olan Puxaş yuxarı qalxır. Gəlin bunu əyani şəkildə sizə belə göstərim ki, rahat görəsiniz. Puxaş yuxarı qalxdı. İki mərkəz müdafiəçisini Zedatka sığortalayır ki, o rest defense, yəni bir növ müdafiədə rəqibə nisbətən sənin ən azı +1'in olsun. Eyni zamanda double pivot mövqeyində Sabahda maraqlı bir taktik ondan ibarətdir ki, bu 3-2-5 olsa da bəzən belə dəyişir. Umar Ali Rəhmanəliyev adətən tək pivot kimi, yəni tək alt nömrə kimi topu qəbul edir və onun bir tərəfdən 2 pas kanalı olur. Gəlin bunu belə göstərək, daha bariz görünsün və eyni zamanda cinahlarda da belə 2 pas kanalı olur. Amma bütün bunlar Zirənin müdafiə blokuna qarşı o qədər də effektiv silah deyil. Çünki Zirə 9'luq zonal müdafiədə oturur və bəzən Rəşad Sadıqov çox ağıllı taktik işlədərək 5-3-2 ilə oynayır. Burada 2 nəfəri yuxarıda saxlamaqda əsas məqsəd ondan ibarətdir ki, həm Sabahın tək dayaq müdafiəçisini pressing etsinlər, eyni zamanda imkan verməsin ki, cinah müdafiəçisi olan Zedatka yuxarı qalxsın. Beləliklə, əgər bu baş verərsə, onda 2-2 qalırlar və bu da müdafiə olunan komanda üçün ölüm hökmüdür. Sabahın əlbəttə ki, Zirənin belə müdafiə blokunu yarması üçün adətən tez-tez topu cinahdan cinaha köçürmək lazımdır. Eyni zamanda buna uyğun olaraq Zirənin topun olduğu cinahda bir qədər yüklənməsi baş verir. Nəticədə o bir cinah boş qalır, o bir cinaha uzun ötürmələr lazımdır. Sabah bundan o qədər də çox istifadə etmir. Komandanın istifadə etdiyi priyomlar adətən baxın bu iki xəttin arasına oyuncu salmaqdır. Bizim fikrimizcə komandada kifayət qədər yaxşı oyuncular var ki, hansı ki xəttlər arası oyunda mükəmməldirlər. Onların birincisi əlbəttə ki Aleksey İsayevdir. İsayevin ən yaxşı bacardığı işlərdən biridir. Digər tərəfdən Simic var, hansı ki bu elementdə çox effektivdir. Amma çox vacib olan element ondan ibarətdir ki, Mikkels gərək mütləq olaraq Zirənin 3 mərkəz müdafiəçinin ikisinə təzyiq etsin, yəni onları bir qədər aşağı bloka salsın. Çünki biz 2-2'lik maçda da görürdük ki, Sabah bəzən çox kəsərsiz hücum edirdi. 2 futbolçu xəttlər arası boşluqda olsa da Mikkels yuxarı qalxırdı və yuxarı qalxmaq eyni zamanda müdafiənin nüvəsinə təzyiqi bir qədər azaldırdı və bütün bunların nəticəsində Zirə Sabaha qarşı kifayət qədər effektiv müdafiə oluna bilirdi. Bizim ehtimalımız ondan ibarətdir ki, Sabah bu maçda bir nömrə oynayacaq, bütün maçı Zirəni sıxmağa çalışacaq. Nəzərə yenə də onu alırıq ki,
komanda daha yaxşı istirahət etmiş olacaq, daha çox fiziki bərpa olmağa vaxtı olacaq. Zirədə isə topun dalınca düşmək olmayacaq. Çünki Zirə əgər 8-lik və ya 9-luq bloka oturursa, o zaman Zirə gözləyəcək ki, Sabah onun üstünə gəlsin. Amma Sabahın build-up'ı nə qədər mükəmməl olsa da, arxada boşluqlar komanda buraxır və bu boşluqlardan Zirə zaman-zaman kifayət qədər effektiv şəkildə istifadə edir. Mən onun ikisi haqqında danışacağam bu dəfə. Bu dayaq yarım müdafiəçisinə təzyiqdir. Belə ki, bayaq dediyimiz kimi dayaq yarım müdafiəçisi topu ya 2 mərkəz yarım müdafiəçisinə ya da 2 cinah yarım müdafiəçisinə, futbolçuna belə deyək, ötürür. Amma həmin dayaq yarım müdafiəçisi təzyiq altında bəzən səhvlərə yol verir. Məsələn, Araz Naxçıvanlı oyunda biz görürük ki, Arazın oyunun birinci fazasındakı intensiv pressing öz bəhrəsini verir və Xaybullayev top itirir, hansı ki, qolla nəticələnir. Digər maç isə əlbəttə ki, Qarabağla maçdadır. Burada Umarali Rəhmanəliyev birbaşa təzyiq olmasa da özü üstünə gələn rəqibi görür və duran yerdə çox kobud səhvə yol verir. Amma bu səhvdən də yararlanmaq üçün əlbəttə ki, Zirənin 2 oyuncusu olmalı deyil orada. Bir qədər yüklənmək lazımdır. Bizim yenə də ehtimalımız ondan ibarətdir ki, Zirə bu ssenariyə ancaq o vaxt keçə bilər ki, hesabda geridir və oyuna geri qayıtmalıdır. Zirənin çox effektiv şəkildə etdiyi oyun elementi bir cinahı inanılmaz dərəcədə yükləməkdir. Hardasa 3-4 futbolçu ilə və bu oyun elementindən birdən-birə Zirənin 2 qolu gəldi. Qəribəsi ondan ibarətdir ki, Zirə hər 2 qolu Sabahın yuxarı qalxan sol cinahından yox, sağdan etdi. Burada da cinahı həddindən artıq yükləmək məqsədi ondan ibarətdir ki, birə-birlər yaratsın. Həmin cinahda oynaya biləcək Sabahın yarım müdafiəçisi əsassa Zedatkaya qarşı. Zedatka adətən birə-birlərdə texniki oyunculara qarşı çox effektiv olsa da, biz bunu Zubirə qarşı duellərdə gördük. Fiziki güclü oyunculara qarşı çox böyük çətinliklər çəkir. Məsələn, bu epizodda gördüyümüz kimi Cibrillaya qarşı və ümumiyyətlə, baxın, Zirənin hər 2 qolu gördüyünüz kimi buradan məhz sağ cinahın yükləməyindən gəlir. Zirənin daha bir potensial silahı əgər Puxac yuxarı qalxarsa həmin cinahı yükləmək olardı. Bu oyuna da həmin o Zirənin sol cinahı yoxsa sağ cinahı daha çox chance creation-a, yəni rəqib qapısında epizod yaratmağa görə məsuliyyət daşıyıb daşımayacağını biz bunu görəcəyik. Buna da baxmaq çox maraqlı olacaq. Yəni bir sözlə bizi inanılmaz maraqlı əslində maç gözləyir. Bu əlbəttə ki, Qarabağla Sabahın dueli kimi deyil. Yəni Qarabağla Sabah hardasa biz PSG və Bavariya ilə müqayisə edə bilərik ki, hardakı hər 2 komanda öz A oyununu oynamağa cəhd edir. Burada Sabah PSG və ya Bavariyadsa, rəqib hardasa Atletico və ya Arsenaldır, hansı ki, rəqibə uyğun adaptasiya olacaq. Öz mərkəzini həddindən artıq möhkəm saxlamağa çalışacaq. Sabahın cəmi 17%lik pas dəqiqliyi var idi central penetration'dan, yəni mərkəzdən girməkdə. Bu da məcbur edirdi ki, Sabahı cinahlardan oynasın və əlbəttə ki, həmin maçın ən uyğun, uğurlu ssenarisi Sabah üçün ilk qolu vurmaqdır. Bu zaman Zirə onun üstünə getməyə çalışacaq və bu da ki, əlbəttə ki, Sabahın Azərbaycan çempionatında bu il bir nömrə olduğu o məkanla boşluqda. Ümumiyyətlə top komandalarının hamısının topluğu ondan ibarətdir ki, onlara boşluq ver, məkan ver. Onlar həmin boşluqda bir növ çiçəklənəcəklər, möhtəşəm xarüqələr yaradacaqlar. Sabahın məqsədi odur, amma əks ssenari təkrar olunarsa, yenə də Sabahın istənilən oyun ssenarisində rəqibə qarşı antidotları, yəni həlləri var. Amma biz 2-2'lik maçda gördük ki, rəqib hesabda Zirə birinci hissədən sonra öndə olduqda Sabahın ona qarşı yeganə cavabı standartdan gələn qolu idi. Ona görə də nəzərə alsaq ki, Zirə vuracağı təqdirdə daha da keyfiyyətli şəkildə müdafiə olunacaq və nəzərə alaq ki, bu ölkə kubokunu qazanmaq həm Rəşad Sadıqov üçün bir istedadlı məşqçinin titul arzusunu yerinə yetirməsi ilə yanaşı, eyni zamanda komandanın Avropa Liqasının seçmə mərhələsində çıxışı deməkdir. Çünki Zirəni son tura qədər Neftçi ilə 4-cü yer uğrunda amansız mübarizə gözləyir. Amma burada ötən il necə ki, Sabah turanı Avropadan kənar qoydu, Zirə kuboku qazanmaqla həm də Avropa problemini həll etmiş olur. Digər tərəfdən isə Rəşad Sadıqovun Zirədə etdiyi işi bir qədər, düzdür, bu mövsüm yekunlaşmasa da hardasa uğurlu sayıla biləcək bir səviyyəyə götürüb. Çünki Rəşad Sadıqov son 3 mövsümdə 3-cü və 2 dəfə 2-ci yer tutub Zirə ilə və bu da əslində bir tərəfdən Zirənin məntiqi inkişafı olardı. Amma əlbəttə ki, qabağında Azərbaycan çempionatının ən yaxşı komandası var. Sabah 2-ci il dalbadal ölkə kubokunu qazanmağa çalışır və qızıl dublə çox yaxındır və əlbəttə ki, səmimi desək, bu maçın aşkar da olmasa bir qədər 60-ın 40-a favoritidir. Siz necə fikirləşirsiniz? Bu maçdan kim qalib gələcək və ümumiyyətlə bizi necə oyun gözləyir? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videomuzu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun ki, belə videoları buraxmayasınız.